Bismillahirrahmanirrahim. Cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaq üçün zəruri olan gözəl xüsusiyyətlərdən biri də təvazökarlıqdır. Allah Teala bu əməli salih bəndələrinin xüsusiyyətlərindən biri hesab edir. Təvazökar olmaq insanlar arasında dostluq, məhəbbət və səmimiyyətin artmasına səbəb olur. Təvazökarlığın əlamətlərini və hansı həddə olmasını bilmək üçün hər şeydən əvvəl məsum imamlardan bu barədə nəql olunmuş rəvayətlərə diqqət yetirməliyik. İmam Rıza əleyhissalamdan təvazökarlığın hansı həddə olmasını soruşduqda, ağa buyurur: İnsanları sevdiyin qədər onlara qarşı təvazökar ol ki, onlar da sənə qarşı bir o qədər hörmət etsinlər. İmam Sadiq əleyhissalam isə buyurur: Təvazökarlıq ona deyilir ki, iştirak etdiyin məclis sənin səviyyəndən aşağı olsa belə, orada olmağına razı olasan. Qarşılaşdığın hər bir şəxs ilə görüşüb hal-əhval tutasan. Haqlı olsan belə mübahisə etməkdən çəkinəsən. Unutma ki, bütün xeyir və yaxşılıqlar təvazökarlıqdan irəli gəlir.